Aha. Deməli davam edirik. Bu günləri danışacağıq əsasən Avropanın başlayacağıq. Avropanın fiziki coğrafi mövqeyindən, Avropanın relyefindən və Avropada bir çox məqamlara toxunub xırdalamağa çalışacağıq. İnşallah ki, Avropanın xəritəsi tam şəkildə düşür. Bəli. Deməli biz ilk öncədən Avrasiya haqqında məlumat versək, deməli deyəcəyik ki, Avrasiya materikinin əsas özəyini Avrasiya litosfer tavası təşkil edir. Və Avrasiya qədimdə Lavrasiya qurusunun bir parçası olmuşdur. Amma Avrasiya iki dənə yad quru sahəsi olan Ərəbistan və Hindistan litosfer tavaları Mezozoy erasında gəlib Avrasiya birləşmiş deyirlər. Deməli, materikimizin sahəsi 54 milyon kvadrat kilometrdir. Materikimiz əsasən, yəni sırf materikimiz adasız yerləşir 3 dənə yarımkürədə, şərq, qərb və şimal yarımkürəsində. Materikimiz əsasən 3 işıqlanma qurşağında, tropik, şimal mülayim və şimal qütb işıqlanma qurşağında neynəməkdədir? Yerləşməkdədir. Deməli biz Avrasiya materikini əsasən iki qitəyə böləcəyik, Avropa və Asiya qitələrinə. Avropa qitəsindən danışacaq olsaq, Avropa qitəsinin sahəsi 10,5 milyon kvadrat kilometrdir. Əsasən Avropanı Asiyadan ayırdıqda biz bir sıra təbii sərhədlərdən istifadə edirik. Bunlardan ilk öncə danışacağımız Ural dağlarıdır. Ural dağlarının əsasən şərq ətəkləri. Ural dağlarının şərq ətəklərindən daha sonra Ural və Emba çaylarının hövzələri, sonra Xəzəryanı ovalıqdan, daha sonra Rusiya ərazisində yerləşən Kumamanı çökəkliyindən daxil olacaq Azov dənizinə. Azov dənizi ilə Qara dənizi birləşdirən Kerç boğazına. Bu arada biz deyəcəyik ki, boğaz iki su sahəsini birləşdirib, iki quru sahəsini ayıran boğaza nə deyilir? Su sahəsinə nə deyilir? Boğaz deyilir. Kerç boğazı. Kerç boğazı eyni zamanda Azov dənizi ilə Qara dənizi birləşdirməklə yanaşı Krım yarımadası ilə Rusiya məxsus olan Taman yarımadasını bir-birindən ayırır. Biz burada Krımı Ukrayna ərazisi, Tamanı isə Rusiya ərazisi kimi tanıyırıq. Deməli Qara dəniz, daha sonra Qara dənizlə Mərmərə dənizini birləşdirən Bosfor boğazı. Bosfor boğazı həm də Kiçik Asiya yarımadası ilə Balkan yarımadasını bir-birindən ayırır və Bosfor boğazının digər adı İstanbul boğazıdır. Daha sonra Mərmərə dənizi ilə Egey dənizini birləşdirən Dardaneli boğazını tanımalıyıq. Dardaneli boğazı da eynən Bosfor boğazı kimi deyəcəyik ki, nədir? Balkan yarımadası ilə Kiçik Asiya yarımadasını bir-birindən ayırır və Egey ilə Mərmərə dənizini birləşdirir. Dardanelə əsasən biz Çanaqqala boğazı da deyə xitab eləyəcəyik. Deməli bunlar Avropa ilə Asiya arasında şərti fiziki sərhədlərdir. Təbii ki, indi bu sərhədlər bir sıra dövlətlərin də mövqeyinə görə dəyişilə bilir. Məsələn, bəzi dövlətlər başqa sərhədlər qəbul edirlər. Təbii ki, biz əsas bu sərhədləri bilməliyik. Avropa və Asiya arasındakı təbii sərhədləri. Deməli biz əsasən Avropanı regionlara bölərək öyrənirik. Avropanı regionlara böldükdə Avropanı əsasən iki hissəyə ayıracağıq. Qərbi və Şərqi Avropa regionlarına böləcəyik. Deməli Qərbi Avropa regionunu da biz əsasən 3 yerə bölürük. Şimali Avropa, Orta Avropa və Cənubi Avropa olaraq öyrənirik. İlk öncə Avropanın ucqar nöqtələrindən biz danışacaq olsaq, şimalda Nordkin burnudur ki, Barents dənizinin sahillərində yerləşir, Norveçin ərazisinə düşür. Şimal qütb işıqlanma qurşağındadır. Cənub ucqar nöqtəsi isə Marokko burnudur. Əsasən İspaniya ərazisinə düşür. Şimal mülayim işıqlanma qurşağındadır. Qərb ucqar nöqtəsi Roka burnudur. Portuqaliya ərazisindədir. Şimal mülayim işıqlanma qurşağıdır. Və ən şərq sərhəddi isə Qütb Uralı deyə bir anlayış var. Ural dağlarının şimal ərazisində yerləşən şərq ətəkləridir. Bu da əsasən
Şimal qütb işıqlanma qurşağına düşəcək. Deməli biz danışacağıq ilk öncə Şimali Avropadan. Şimali Avropaya əsasən aiddir. Burada biz götürəcəyik aid Skandinaviya yarımadasını, Jutlandiya yarımadasını, Baltikyanı ölkələr. Baltikyanı ölkələr də hansılardır? Latviya, Litva, Estoniyanı aid eləyəcəyik və İslandiyanı biz nə edəcəyik? Şimali Avropaya aid eləyəcəyik. Deməli, ilk öncə biz burada danışacaq nədən? Skandinaviya yarımadasından. Deməli, Skandinaviya yarımadasından danışacağıq. Deməli, Skandinaviya yarımadasına diqqət eləsək, Avropanın şimalında yerləşir. Əsasən Skandinaviya yarımadası 2 dənə işıqlanma qurşağında yerləşir. Şimal qütb və şimal mülayim işıqlanma qurşaqlarında yerləşəcək. Skandinaviya yarımadası həm Atlantik dənizinin, həm də Şimal Buzlu okeanının suları ilə yuyulur. Skandinaviya yarımadasında 3 ölkə yerləşir. Norveç, İsveç və Finlandiya ərazilərdə Skandinaviya yarımadasını nisbətən əhatə eləyir. Deməli, Skandinaviya əsasən 4-cü dövr buzlaşmaya məruz qalmış ərazidir. Biz Skandinaviya yarımadasının sahillərində fiord tipli sahil tiplərinə rast gələ bilərik. Elə dünyanın da ən böyük fiordu təxminən Norveçin bu hissələrində Sogne fiordudur. Yəni şimal mülayim işıqlanma qurşağında yerləşəcək Sogne fiordu. Daha sonra ərazisinin əsasən çox hissəsi ərazi olaraq dağlardan ibarətdir. Elə burada yarımada ilə eyni adda Skandinaviya dağları yerləşir. Skandinaviya dağlarının ən yüksək nöqtəsi Qalxıpikgen zirvəsidir. 2489 metrdə əsasən bu zirvə Norveç ərazisinə şimal mülayim işıqlanma qurşağına düşür. Deməli, Skandinaviya dağları əsasən yaşlı dağlar olsa da biz deyəcəyik ki, bu dağlar qalxmaya məruz qalır. Qalxmaya məruz qalmağının səbəbi heç də tektonik hərəkətlər deyil. Deməli, əsasən bunun səbəbi biz deyəcəyik, buzlaqların, dedik ki, 4-cü dövr buzlaqlarının təsiri nəticəsində bu dağlar sanki bir növ sıxılmışdır aşağı və buzlaqlar əridikcə yavaş-yavaş həmin buzlaqların çəkisi altında dağlar nə qədər çökübsə, indi yavaş-yavaş nə etməkdədir? Qalxmaqdadır. Təqribən Skandinaviya dağları ilə 1 sm qalxır. Nə qədər qalxacaq? Təbii ki, buzlaqların çökdürmə həddinə kimi Skandinaviya dağları qalxacaq. Deməli, Skandinaviya dağlarının yaşından danışacaq olsaq, əsasən Skandinaviya dağlarının şimal hissəsi Kaledon yaşıldır, cənub hissəsi Hertsin yaşlıdır. Deməli, Skandinaviya dağlarında əsasən filiz faydalı qazıntılar daha geniş yayılmışdır. Deməli, Skandinaviya yarımadası belə deyək, Skandinaviya yarımadası haqqında. Skandinaviya yarımadasının əsasən ərazisindən axan çaylar qısa çaylardır, meylliliyi çox çaylardır. V şəkilli çay dərələri yaradırlar. Bu çaylar əsasən gəmiçilik üçün əlverişli deyil, çünki burada çoxlu şəlalə və astanalar yerləşir. Amma çayların meylliliyi çox olduğuna görə hidroenerji əhəmiyyəti böyükdür. Məsələn, burada Norveç enerji potensialının 95%-dən istifadə edir və Skandinaviyadan axan çaylardan təkcə enerji almaq üçün deyil, həm də ağac axıdılması üçün istifadə olunur. Çünki biz bir də bilirik ki, Norveç, İsveç, Finlandiya əsasən meşələrlə zəngin ölkələrdir və meşə sənayesində ən çox ağac axıdılmasında, yəni nəqliyyat xərclərini azaltmaq üçün bu çaylardan üzü aşağı sahillərə doğru nə edirlər? Ağac axıdırlar. Deməli, sonra biz burada Skandinaviya yarımadasına əhatə edən dənizlərdən danışacaq olsaq, deməli Skandinaviya yarımadası əsasən Şimal Buzlu okeanın Barents və Norveç dənizləri ilə əhatə olunur. Norveç və Barents dənizlərinin mövqeyi kənar dənizlərdir. Norveç və Barents dənizləri qışda belə Şimal Buzlu okean dənizləri olsalar donmurlar. Çünki burada Şimali Atlantika isti cəryanın təsiri ilə bu dənizlər donmaqdan bir növ desək, necə desək, əslində xilas olurlar. Deməli, Barents və Norveç dənizini burada görürsünüz və Şimal
Buzlu okeanın dedikcə Norveç və Barents dənizləri ilə, Atlantik okeanında Şimal və Baltik dənizi ilə nə olub? Əhatə olunub. Skandinav yarımadası. Şimal dənizi əsasən kənar dəniz mövqeyindədir. Baltik dənizi isə nədir? Materik daxili dəniz mövqeyindədir. Deməli, burada biz Şimal dənizi ilə Baltik dənizini birləşdirən bir çox boğazlar görə bilərik. Məsələn, bunlardan Skagerrak, Kattegat, Böyük Belt, Kiçik Belt, Eresun və yaxud digər adıyla Zund boğazıdır ki, bunlar Şimal dənizi ilə Baltik dənizini bir-birinə birləşdirməkdədir. Deməli, burada Baltik dənizi haqqında danışacaq olsaq, Baltik dənizi dünyanın ən duzluluğu az dənizidir. Təxminən burada duzluq 10-11 promilliyə bərabərdir. Deməli, Baltik dənizi öz bir ehtiyatı ilə fərqlənir ki, bu da kəhrəba ehtiyatıdır ən çox Baltik dənizi. Deməli, Baltik dənizinin şimaldan cənuba doğru 3 dənə məşhur körfəzini yadımızda saxlamalıyıq. Bunlardan Botnik körfəzidir, Fin körfəzidir və Riga körfəzidir. Deməli, burada Botnik körfəzi əsasən İsveç ilə Finlandiyanın arasında yerləşir. Fin körfəzi sahillərində isə biz iki dövlətin paytaxtına və deməli bir dövlətin isə iqtisadi mərkəzinə rast gələ bilərik. Bunlardan Fin körfəzi sahillərində Finlandiya, Rusiya və Estoniyanın əraziləri yerləşir ki, Finlandiyanın paytaxtı Helsinki, Rusiyanın ən böyük şəhərlərindən Sankt-Peterburq şəhəri, iqtisadi mərkəzi döyünən ürəyi, Peter şəhəri də deyilir. Rus hökmdarı Çar Pyotrun adı ilə bağlıdır bu şəhər və Estoniyanın paytaxtı Tallin şəhəri də nə etməkdədir yoldaşlar? Fin körfəzinin sahilində yerləşməkdədir. Deməli, burada biz Riga körfəzi sahilində Riganı tanımalıyıq. Daha sonra deməli, burada əsasən Jutlandiya yarımadasını tanımalıyıq. Jutlandiya yarımadasının 3/2 hissəsi Danimarkanın, 3/1 hissəsi isə Almaniyanın ərazisindədir. Deməli, Jutlandiya yarımadasının cənubu ilə Almaniya ərazisi ilə çəkilmiş Kil kanalını tanımalıyıq. Kil kanalı Almaniya ərazisinə düşür. Şimal dənizi ilə yoldaşlar, deməli, Baltik dənizini birləşdirir Kil kanalı və bu boğazlar vasitəsilə daşınma xərclərini, gəmi xərclərini, naviqasiya xərclərini necə deyərlər, aşağı salır. Deməli, burada yoldaşlar Zelandiya adası yerləşir. Yeni Zelandiya yox, Zelandiya adası yerləşir. Zelandiya adası Danimarkaya məxsusdur və Jutlandiya ilə Zelandiyanı Eresund boğazı bir-birindən ayırır və Zelandiyada əsasən Danimarkanın paytaxtı Kopenhagen şəhəri yerləşir və bir-iki dənə də Danimarkanın nisbətən kiçik şəhərləri bu Zelandiya adasında nə etməkdədir? Yerləşməkdədir. Deməli, burada biz əsasən Şimali Avropaya aid olan Estoniya, Latviya, Litvanı da tanımalıyıq. Əsasən böyük ölkə Şimali Avropa kimi nə etməkdədir? Şimali Avropa kimi götürülməkdədir. Deməli, daha sonra yoldaşlar Jutlandiya yarımadası haqqında da biz danışdıq. Sonra biz danışacağıq İslandiya adası haqqında, ümumiyyətlə İslandiya haqqında. Deməli, yadda saxlamalıyıq ki, Şimali Avropada yeganə geosinkronal ərazi İslandiya adasıdır ki, İslandiya adası da Orta Okean dağ silsiləsi, Orta Okean Atlantik silsiləsi üzərində meydana gəlmiş vulkanik mənşəli, deməli, vulkanik mənşəli adadır. İslandiya bütövlükdə yerləşir şimal mülayim işıqlanma qurşağında. İslandiya adası elə bir ölkə, İslandiya dövlətinin özünə məxsusdur. İslandiya dövlətinin paytaxtı Reykjavik şəhəridir. Reykjavik şəhərini biz təmiz şəhər və yaxud belə deyək, göydələnlərin olmadığı şəhər nə edəcəyik? Göydələnlərin olmadığı şəhərdə adlandıracağıq.
Deməli, İslandiya əsasən okean tipli yer qabığına malikdir. İslandiyanın iqlimi subarktik iqlimdir. İslandiyada əsasən məşhur vulkanlar yerləşir. Bu vulkanlardan deməli biz tanımalı olacağımız ən hündür vulkan Bardarbunga vulkanıdır. Eyjafjallajökulldur. Bardarbunga vulkanının hündürlüyü 2009 metrdir. Eyjafjallajökull, Hekla vulkanları və Laki vulkanını tanımalıyıq. Deməli bu vulkanlar okean tipli yer qabığından püskürdükləri üçün turş tərkibli deyil, əsasi tərkiblidir, strato deyil, qalxanvari vulkanlardır və deyəcəyik ki, İslandiyada nə yoxdur yoldaşlar? Qranit qatı yoxdur. Deməli, və İslandiya haqqında da neynədik? Bunları bildik. Deməli, daha sonra biz danışacağıq yoldaşlar Orta Avropadan. Deməli, Orta Avropadan əsasən danışacaq olsaq, Orta Avropadan diqqət eləməli olacağımız məqamlar nələrdir? Orta Avropanın əsasən Orta Avropada yerləşən ərazilərə biz nəzər yetirməliyik. Deməli, bunlardan əsasən İrlandiya adasıdır, Böyük Britaniya adasıdır, daha sonra Fransadır, Niderland, Belçikadır, Almaniyadır. Daha sonra biz İsveçrə və Avstriyanı da neynəyəcəyik? Orta Avropaya aid eləyəcəyik. Deməli, sonra danışacağıq Orta Avropada ilk öncə Böyük Britaniya adalarından danışacağıq. Bir də yoldaşlar çox üzr istəyirəm. Şimali Avropada İslandiya adasında bir məqamda diqqətinizə çatdırım. Bildiyiniz kimi burada Tingvellir Milli Parkı da vardı ki, litosfer tavalarının ayrılma sərhədləri burada daha çox gözə çarpmaqdadır. Deməli, burada tavalar ildə 2 sm bir-birindən nə etməkdədir? Ayrılmaqdadır. Ondan sonra deməli, Orta Avropadan biz danışsaq, əsasən Orta Avropadan başlayaq danışmaqdan nədən? Böyük Britaniya adalarından. Deməli, burada biz İrlandiya adasını tanımalıyıq və Böyük Britaniya adasını tanımalıyıq. İrlandiya adası və Böyük Britaniya adası hər ikisi materik mənşəli adadır. Hər ikisi şimal mülayim işıqlanma qurşağında yerləşir. İrlandiya tam olaraq qərb yarımkürəsində yerləşməkdədir. Biz ümumiyyətlə Avropada 3 dənə dövləti tamamilə qərb yarımkürəsində götürürük. Bu dövlətlər hansılardır? Biri İrlandiyadır, paytaxtı Dublin, digəri İslandiyadır, paytaxtı Reykjavik, digəri isə tamamilə qərbdə yerləşən üçüncü dövlət Portuqaliyadır, paytaxtı Lissabon şəhəri və İrlandiya tamamilə dedik ki, İrlandiya adası da tamamilə qərb yarımkürəsi və şimal yarımkürəsində yerləşir. Şimal mülayim işıqlanma qurşağında yerləşir, iqlimi mülayim dənizdir. Deməli, bu ərazilər əsasən dağlıq ərazilərdir. Burada qədim dağlar, belə deyək, qədim dağlar var. Burada hansı dağlara biz yoldaşlar rast gələ bilərik? Deməli, əsasən burada Kaledon dağları və deməli, Kaledon birdəki bir dağ var idi. O dağın adı çıxdı fikrimdən. Kaledon və Penin dağları. Bəli. Kaledon və Penin dağları. Deməli, əsasən dağlıq ərazilərdir və platforma ərazilərdir tamamilə bu ərazilər. Britaniya adası ilə Avropa adasını bir-birindən ayırır Lamanş boğazı ilə Pas-de-Calais boğazları. Deməli, Fransa ilə Böyük Britaniya arasında bildiyiniz kimi sualtı keçid olan Lamanş boğazından yol var. Deməli, biz bu əraziləri tanıdıq
Daha sonra keçid nədən danışacağıq yoldaşlar? Orta Avropadan əsasən danışacağıq. Deməli, Orta Avropanın da əsasən şimal hissəsi, belə deyək, şimal hissəsi əsasən qədim qırışıqlıq zonasına, platformaya daxildir, amma cənubu isə seysmik Alp-Himalay qurşağında yerləşir. Deməli, biz burada Almaniya və Polşa ovalığını, əsasən Almaniya ovalığını tanıyacağıq. Çünki Polşa ovalığı demək olar ki, Şərqi Avropa ərazisinə düşür. Deməli, bura haqqında əsasən nəyi nəzərinizə çatdırmaq istəyirəm? Deməli, biz burada Bretan yarımadasını tanımalıyıq. Bretan yarımadası qərb yarımkürəsində yerləşir. Qərb və şimal yarımkürəsində yerləşməkdədir. Şimal mülayim işıqlanma qurşağındadır. Burada Fransa ərazisində yaşayan etnik qrup Bretanların adı ilə elə bağlıdır. Bretanlar etnik qrupu yaşayır burada. Deməli, sonra Almaniya, Polşanı da bilməliyik ki, yoldaşlar, cavan platformadır. Hertsində yaranmış, meydana gəlmişdir. Biz Fransa ərazisində əsasən Vosges dağlarını, Almaniya ərazisində Schwarzschild dağlarını tanımalıyıq, qeyd eləməliyik. Deməli, burada Orta Avropanın digər dağlarından Filizli və Sudet dağları da vardır ki, əsasən Kaledon və Hertsin yaşlı dağlardır. Deməli, Orta Avropanın ərazisi ilə əsasən axan çaylar, burada biz Sena çayını, Reyn çayını, daha sonra Odra çayını tanımalıyıq. Deməli, burada əsasən Sena çayı Parisdən, paytaxt Fransa paytaxtı Parisdən keçib La-Manş boğazına tökülür. Reyn çayını tanımalıyıq, Pas-de-Calais boğazına tökülür. Yəni Şimal dənizinin bir hissəsinə tökülür və Odra çayı da Şimal dənizinə tökülməkdədir. Deməli, Avropanın çay şəbəkəsinə nəzər salsaq, Avropada çay şəbəkəsi içində ən böyük Avropanın uzunluğuna görə çayı ümumi Avropada Volqa çayıdır. Səhv eləməmsə 5515 kilometrdir Volqanın uzunluğu. Volqa daxili axarsu sövzənin çayıdır. Xəzər dənizinə tökülür və delta mənsəbli çaydır. Xəzər suyunun 80%-ni Volqa verməkdədir. Deməli, ikinci çay isə yoldaşlar orada Dunay çayıdır. Dunay çayıdır. Deməli, Dunay çayı uzunluğuna görə Avropanın ikinci çayıdır. Yuxarı Dunay və aşağı Dunay ovalıqlarını formalaşdırmaqdadır. Dunay çayı Qaradəniz, belə deyək, mənsəbi Dunayın Qaradənizdə yerləşir və mənsəbi Rumıniya ərazisinə düşür. Deməli, Dunay çayı bir neçə paytaxt ərazidən keçir ki, bunlardan məsələn Viyananı, Budapeşti, Bratislavanı, Belqradı neyniyə bilərik, göstərə bilərik. Deməli, uzunluğuna görə ikinci çay da Avropada Dunay çayıdır. Uzunluğuna görə Avropanın üçüncü çayı isə Reyn çayıdır. Reyn çayı deməli, yoldaşlar, biz Reyn çayı barəsində nəyi bilməliyik? Reyn çayı üstündə Almaniya ərazisində dünyanın ən böyük nəyi yerləşir? Çay limanı olan Duisburg limanı yerləşməkdədir. Yəni, Orta Avropanın çayları əsasən düzənlik çayları olduğu üçün və mülayim dəniz iqlim tipindən daha çox keçdiyi üçün, yəni yağıntını bol aldıqları üçün, dərələri enli, U şəkilli olduğu üçün gəmiçilik üçün əlverişli çaylardır. Deməli, burada Dunay çayı ilə bağlı bir məqamı da nəzərinizə çatdırmaq istəyirəm ki, Dunay çayı Avropanın bir sıra paytaxt şəhərlərindən keçdiyi üçün kanalizasiyalar, axıntı, tullantı suları bu çaya axıdılır və bu da Qara dənizə gətirilir. Qara dəniz elə sözün həqiqi mənasında Qara dənizdir, yəni şəffaflığı ən az olan dənizlərdən biridir. Deməli, sonra yoldaşlar, nə deyəcəyik daha sonra orada və bir şey də nəzərinizə çatdırım ki, yoldaşlar, biz İrlandiya adasını iki dövlətə aid olan adalar qrupuna götürək. Bəzən İrlandiyanı
sırf İrlandiya dövlətinin özünə aid eləyirlər? Xeyr, burada İrlandiyanın şimalından İngiltərə ilə Böyük Britaniya ilə İrlanda nədir? Sərhəddir. Amma Böyük Britaniya isə tamamilə İngiltərəyə, Böyük Britaniyaya belə deyək, aiddir. Deməli, burada biz daha sonra nələrdən danışacağıq, yoldaşlar? Deməli, sonra əsasən kömür hövzələrindən danışacaq olsaq, biz Böyük Britaniyada Walesi, Midlendi və Yorkshire yadda saxlamalıyıq, mütləqdir. Fransa ərazisində Elzas və Lataringiya kömür hövzələrini və bunu da bilməliyik ki, Almaniya dünyada qonur kömürə görə birinci yerdədir. Qonur kömürün istilik vermə əmsalı qara kömürdən, yəni daş kömürdən azdır. Almaniyada da Ruhr və Sarı tanımalıyıq. Qonur kömür 0,5 istilik əmsalına malikdir. Deməli, boksitə görə burada Orta Avropada Fransa fərqlənir. Əsasən Macaristan ərazisi də Avropada boksitə görə neynəməkdədir? Fərqlənməkdədir. Deməli, və yoldaşlar, İslandiyada digər bir vulkanı da yadımızda saxlamalıyıq ki, bu da nədir? Katla nədir? Katla vulkanıdır. Deməli, Katla vulkanı olaraq nə edəcəyik? Yadda saxlayacağıq. Deməli, bircə dəqiqə soğuk istəyirəm. Əli müəllim, səsdə görüntüdə problem yoxdur. Qarşısında dəyişik. Bildim, aydındır. Əsas odur ki, ünvan anlayışları başa düşürük. Qeydlərimizi götürürük. Deməli, sonra yoldaşlar, burada Orta Avropada daha sonra biz nələri deyə bilərik? Deməli, Orta Avropa ilə Cənubi Avropanı əsasən arasında sərhəd təşkil edən Alp dağlarıdır. Yəni, burada biz nəyi nəzərimizə çatdırmalıyıq? Orta Avropanın əsasən cənub əraziləri nəyə düşür? Yoldaşlar, geosinkronal qurşağa düşür. Deməli, biz Cənubi Avropadan danışacağıq. Cənubi Avropa əsasən burada Piriney yarımadasını əsasən deməli Piriney yarımadasını, Apenin yarımadasını və Balkan yarımadasını əhatə eləyir. Deməli, Cənubi Avropa geosinkronal qurşaq üzərinə düşür, yoldaşlar. Və biz burada Alp-Himalay geosinkronal qurşağını görürük. Alp-Himalay əsasən kolliziya sərhəddidir. Yəni, Afrika litosfer tavaları ilə litosfer tavası ilə Avrasiya litosfer tavasının toqquşma sərhədində meydana gəlmişdir. Deməli, biz burada tanımalıyıq hansı dağları, onları indi biz sizinlə qeyd eləyəcəyik, yoldaşlar. Deməli, biz başlayarıq yoldaşlar. Piriney yarımadasından. Piriney yarımadasının əsasən cənub ərazilərində biz hansı dağları müşahidə eləyəcəyik? Əndəlüs dağlarını müşahidə eləyəcəyik. İspaniyanın cənubunda yerləşir Əndəlüs dağları və Əndəlüs dağlarında ən hündür zirvəsi Sierra Nevada'dır. 3482 metrdir Əndəlüs dağlarının hündürlüyü. Təbii ki, Alp-Himalay geosinkronal qurşağında olduğu üçün Alp yaşlı dağlardır Əndəlüs dağları. Daha sonra biz Əndəlüs dağlarından nisbətən şimala qalxdıqda burada Meseta yaylasında neynəməliyik, tanımalıyıq. Əndəlüs dağları Əndəlüs əyalətində yerləşməkdədir, yoldaşlar. Deməli,
əsasən dedik ki, harda yerləşməlidir? Əndəlüs əyalətində yerləşir və səhv eləmirəmsə, Əndəlüs əyalətində ən böyük şəhəri elə Sevilya şəhəri idi. Səhv eləmirəmsə, bəli, Əndəlüs əyalətinin də ən böyük şəhəri Sevilya şəhəridir və buradakı zirvəyə Molhəsən də zirvəsi də deyə bildik. Sonuncu bilirsiniz ki, Əndəlüs hökmdarı Molhəsənin adı ilə bağlı olmuşdur. Deməli, Əndəlüs dağlarından şimalda Əndəlüs ovalığı yerləşir. Burada da Əndəlüs ovalığını bu ərazilərdən axan Qvadalxır çayı nə eləmişdir? Formalaşdırmışdır. Görüntü gedib. Hı, tərpətdim gəldi. Oldu. Hə, deməli müəllim Əndəlüs dağlarından şimalda biz tanımalıyıq Əndəlüs ovalığını. Əndəlüs ovalığının da formalaşması buradan axan Qvadalxır çayı ilə əsasən bağlıdır. Deməli, nisbətən də şimala getdikdə burada Meseta yaylası yerləşir. Meseta yaylasını biz tanımalıyıq. Meseta yaylası əsasən İspaniyanın ərazisinə düşür və İspaniyanın paytaxtını bilirik ki, hansı şəhərdir? Madrid şəhəridir. Deməli, sonra gəlirik biz burdan Fransa ilə İspaniya sərhədinə. Fransa ilə İspaniya sərhədində əsasən yerləşir Piriney dağları. Deməli, Piriney dağlarının ən hündür zirvəsi də Aneto dağıdır. Aneto dağının hündürlüyü nə qədərdir? 3404 metr. Fransa və İspaniya sərhədindən belə deyək, nədir yoldaşlar? Olan silsilədir. Deməli, biz burada Biskay körfəzini tanımalıyıq. Biskay körfəzi bir növ desək, Piriney yarımadası ilə Bretan yarımadasının arasında yerləşir. İspaniya ilə Fransanın neynəməkdədir? Ərazilərini yumardadır. Daha sonra biz Fransanın cənubunda Lyon şəhərinin sahillərində Lyon körfəzini tanımalıyıq. Aralıq dənizi ərazisində Balear adalarını tanımalıyıq ki, Balear adaları İspaniyaya məxsus nədir? İspaniyaya məxsus adadır. Sonra Piriney yarımadasını Afrika ilə ayıran boğaz Cəbəl Tariq boğazını tanımalıyıq. Burada Cəbəl Tariq boğazında sadəcə Britaniya tərəfindən tanınan Cəbəl Tariq dövləti yerləşir ki, Britaniyanın müstəmləkəsidir. Yəni Cəbəl Tariqdən bütün keçişlər, gəlişlər hamısının gömrük xərclərinə baxan kimdir? Yoldaşlar, Böyük Britaniyadır. Deməli, əsasən burada ümumiyyətlə Cənubi Avropa və Orta Avropa bütövlükdə şimal mülayim işıqlanma qurşağında yerləşir. Deməli, daha sonra yoldaşlar, biz İspaniyada həm də Menorka çimərliyinə də neynəməliyik? Menorka çimərliyinə də diqqət eləməliyik. Mühüm turistik əhəmiyyətli yerlərdən biridir və daha sonra biz burada tanımalıyıq nəyi? Alp dağlarını tanımalıyıq. Alp dağları deməli Liguriya dənizi sahillərindən ta ki Avstriya ovalığına kimi, Avstriya üzr istəyirəm, Viyana ovalığına kimi neynənməkdədir? Uzanmaqdadır. Alp dağları əsasən cavan dağlardır. Alt dağ əmələ gəlmə mərhələsində yaranmışdır. Yoldaşlar, deməli Alp dağları İtaliya, Fransa, Avstriya, İsveçrə, Liechtensteinin və Almaniyanın cənub ərazilərində yerləşməkdədir. Deməli, orada xırda dövlət olan Liechtensteinin ərazisi demək olar ki, tamlıqla düşür nəyin ərazisinə? Tamlıqla düşür biz deyəcəyik Alp dağlarının ərazisinə, yəni Liechtensteinin 100%-i Alp dağlarının ərazisinə düşməkdədir və Almaniyanın yoldaşlar, deməli biz bildik ki, ərazisinin əksəriyyəti platforma olsa da, cənub hissələri əsasən geosinxronal qurşaqda yerləşir və biz Alp dağlarında bir sıra mühüm obyektləri tanımalıyıq. Bunlardan
ən hündür zirvə olan, yəni Qərbi Avropanın ən hündür zirvəsi olan Mont Blanc'ı tanımalıyıq. Mont Blanc'ın hündürlüyü 4807 metrdir. Mont Blanc əsasən Fransa və İtaliyanın sərhədində yerləşməkdədir. Deməli, sonra orada Matterhorn piki vardı ki, Matterhorn pikini tanımalıyıq. Matterhorn piki də İsveçrənin ərazisində yerləşir. Sonra orada Monterose dağ massivini tanımalıyıq. Monterose dağ massivi İtaliya ilə İsveçrənin sərhədində yerləşməkdədir və Alp dağlarında biz yoldaşlar İsveçrə ərazisində olan İsveçrə yaylasını və Almaniya ərazisində yerləşən Bavariya yaylalarında nə etməliyik? Bavariya yaylalarını da tanımalıyıq. Deməli, daha sonra biz Alp dağlarını xırdaladıqdan sonra burada bir də onu demək lazımdır ki, Alp dağlarında əsasən dağçılıq, xizəkçilik turizmi inkişaf eləyib. Burada da əsasən hansı ölkələrdə inkişaf eləmişdir? İsveçrə və Avstriyada İsveçrə və Avstriyada yoldaşlar inkişaf etmişdir və Alp dağlarında yerləşən biz Cenevra gölünü də tanımalıyıq. Tektonik buzlaq mənşəli göldür Cenevra gölü. Deməli və daha sonra cənuba düşdükdə biz Apenin yarımadasına gələcəyik. Alp dağları ilə Apenin yarımadasında yerləşən Apenin dağları arasında Padan ovalığı formalaşmışdır ki, Padan ovalığında əsasən formalaşdıran burada nədir yoldaşlar? Po çayıdır. Deməli, Po çayı Adriatik dənizinə tökülür. Po çayı Adriatik dənizinə dedik ki, tökülməkdədir. Bu da Padan, Kolxida və Kür Araz. Bunlar bir yerdə, üçü də geosignalda yerləşən nələrdir? Ovalıqlardır. Deməli, daha sonra biz danışacağıq Apenin dağlarının haqqında. Deməli, Apenin dağlarının ən hündür zirvəsi Corne Grande zirvəsidir ki, hündürlüyü 2912 metrdir. Əsasən Apenin dağları İtaliya ərazisində yerləşməkdədir. Deməli, biz İtaliyanın ərazisini tamamilə geosignal ərazi götürürük. Lakin baxın, bu hissə əsasən platforma zonasıdır. Deməli, saat əqrəbi istiqamətində İtaliyanı əhatə edən dənizləri biz saysaq, bunlardan materik daxili dənizlər Adriatik dənizidir, İonik dənizidir, Aralıq, Tiren və Liguriya dənizləri əhatə eləyir. Deməli, burada biz yoldaşlar Siciliya, Sardiniya və Korsika adalarını tanımalıyıq. Bunlardan Siciliya adası və Sardiniya adası İtaliyaya məxsusdur. Korsika adası isə Fransaya məxsus olub, Orta Avropaya aiddir. Deməli, əsasən bu adaların hamısı materik mənşəli adalardır. İtaliyada yerləşən vulkanları biz tanımalıyıq. Deməli, bu vulkanlar Vezuvidir, daha sonra Etna vulkanıdır və dedik ki, orada hansı vulkandır yoldaşlar? Stromboli vulkanıdır. Deməli, oradan biz Vezuvini əsasən deyəcəyik ki, Vezuvi yerləşir Apenin yarımadasının özündə. Əsasən Vezuvi fəaliyyətdə olan vulkandır və Vezuvi biz deyəcəyik ki, Avropanın ən hündür vulkanıdır. Sonra orada Siciliya adasında Etna vulkanını tanımalıyıq və nisbətən kiçik bir adada Stromboli adasında Stromboli vulkanını da tanımalıyıq ki, bu üç vulkanın üçü də fəaliyyətdə olan nədir? Vulkandır və materik tipli yer qabığında yerləşdiyi üçün əsasən stratovulkan və turuş tərkiblidirlər. Deməli, burada biz nələri tanıyacağıq yoldaşlar? Bəzi burada boğazları tanımalıyıq ki, deməli, Siciliya adası ilə Apenin yarımadasını bir-birindən Messina boğazı ayırır. Siciliya ilə Afrikanı bir-birindən Tunis boğazı ayırmaqdadır. Və Sardiniya ilə Korsikanı bir-birindən Bonifaco boğazı ayırmaqdadır. Korsika ilə Apenin yarımadasını da bir-birindən Korsika boğazı nə eləyir? Ayıracaq.
Deməli, Apenin yarımadası ilə Balkan yarımadasının arasında Adriatik dənizi yerləşir ki, bu da nədir? Yoldaşlar, daxili dənizdir. Deməli, eee Deməli, sonra biz keçəcəyik Balkan yarımadasından danışacağıq yoldaşlar. Balkan yarımadasının ərazisindən əsasən danışdıqda deməli eee, Balkan dağları əsasən Bolqarıstan ərazisindən keçir və ən hündür zirvəsi Batevdir, 2376 metr. Daha sonra bu ərazidə yerləşən Şar dağlarından danışacağıq. Şar dağları Kosovo və Makedoniya arasında sərhəd rolunu oynayır. Sonra Rodop dağları. Rodop dağlarının da çox hissəsi burada Bolqarıstan ərazisinə düşsə də, bir hissəsi, yəni 10% Yunanistana düşür. Ən yüksək zirvəsi də 2191 metrdir və Stara Planina dağlarında biz bu hissədə Stara Planina dağlarını da tanımalıyıq ki, Bolqarıstan və Serbiya ərazilərinə düşür. Deməli, biz şimal hissədə Karpat dağlarını tanımalıyıq. Ən yüksək zirvəsi Cerlovski Ştitdir, 2655 metrdir. Əsasən Ukraynanın, Rumıniyanın və Macarıstanın əraziləri neynəməkdədir yoldaşlar? Burada Macarıstanın ərazisinə düşməkdədir. Deməli, sonra biz burada daha sonra danışacağıq nəyin haqqında yoldaşlar? Krit adası haqqında danışacağıq. Deməli, Krit adası Yunanistana məxsus bir adadır. Krit adası Yunanistanın ən böyük adasıdır, amma Ecey dənizində yerləşən ən böyük ada isə Rodos nə idi? Rodos adasıdır. Deməli, daha sonra yoldaşlar, biz orada nəyin haqqında danışacağıq? Deməli, Krım haqqında da burada əsasən danışacaq olsaq, biz bu hissədə Krım yarımadasını tanımalıyıq. Krım yarımadası cavan ərazilərdir, geosignal qurşağının bir hissəsidir. Krımın ən yüksək zirvəsi Roman Koşdur, 1545 metrdir. Krım dedikcə Ukraynaya aiddir. Krımı Rusiya məxsus Taman yarımadasından Kerç boğazı ayırmaqdadır. Krımın sahillərini Azov dənizi və Qara dəniz üzür ki, bunlar da Xəzər və Aralıq dənizləri Aral gölü ilə bir yerdə Tetis okeanının qalıqlarıdır. Sonra deməli yoldaşlar, burada axan əsas Qara dənizə tökülən iki çayı tanımalıyıq. Dunay çayını və Dunay çayından bayaqları danışdıq. Deməli, Dnepr və Dnestr çaylarından biz danışacaq olsaq, əsasən Dnestr çayı estuari mənsəbli çaydır. Dnepr isə delta mənsəbli çaydır ki, hər ikisinin də mənsəbi hansı ölkənin ərazisində yerləşməkdədir? Ukraynanın ərazisində yerləşməkdədir. Deməli, Qara dənizə Türkiyənin də tökülən bir sıra çaylar vardır ki, biz də onlara Yaşıl ırmağı, Qızıl ırmağı, indi sözlər Türkiyə Asiya ərazisidir. Lakin Qara dənizlə bağlı desək, Yaşıl ırmağı, Qızıl ırmağı və Sakarya çaylarını da bura neyləyə bilərik? Aid eləyə bilərik. Deməli, yoldaşlar, burada əsasən biz Şərqi Avropadan danışacaq olsaq, Şərqi Avropa düzənliyini tanımalıyıq. Şərqi Avropa düzənliyi bir sıra yüksəklikləri özündə, belə deyək, cəmləşdirib. Burada Orta Rusiya yüksəkliyidir, Stavropoldur, Volqa yüksəkliyidir, Timan yüksəkliyidir ki, bu ərazilərə əsasən aiddir. Sabit platforma əraziləridir. Deməli, biz burada 4-cü dövr buzlaşmasına geniş şəkildə neyləyə bilərik? Rast gələ bilərik. Əsasən mülayim kontinental iqlim bu ərazilərdə hakimdir.
Və burada yerləşən biz deyəcəyik ki, Asiya ilə Avropanı ayıran Ural dağları çox hissəsi Rusiya ərazisində, az bir hissəsi Qazaxıstan ərazisinə düşür. Deməli, Ural dağlarının hündürlüyü 1895 metrdir və biz Ural dağlarını yoldaşlar iqlimdə ayrıcı kimi tanımalıyıq. Niyə tanımalıyıq iqlimdə ayrıcı kimi? Çünki Ural dağlarından siz bilirsiniz ki, qərb hissədə mülayim kontinentaldırsa, artıq şərq hissədə kəskin kontinental iqlim neynəməkdədir? Hökm sürməkdədir. Deməli, sonra burada Balkan yarımadasında bilməlisiniz ki, Balkan yarımadası əsasən nəyinə görə fərqlənməkdədir? Yoldaşlar, bokstünə görə fərqlənməkdədir. Sonra ilə Aralıq dəniz sahillərinə gəlmişkən, bu hissələrdə yerləşən Alboran adaları vardır ki, o da bilməlisiniz ki, İspaniyaya məxsusdur. Balkan ərazisində də dedik ki, nə var? Boksit vardır. Boksitə görə də əsasən Fransa ilə Macaristan Avropada fərqlənməkdədir. Deməli, və biz danışırdıq təbii ki, Şərqi Avropadan. Sonra Şərqi Avropadan nələri desək, məsələn, buzlaq mənşəli burada biz göl çökəkliklərinə əsasən rast gələ bilərik. Rusiya ərazisində yerləşən Ladoqa, Onega göllərini göstərə bilərik ki, bunlar əsasən şirinsulu nələrdir? Şirinsulu göllərdir. Rusiya ərazisində yerləşir. Sonra burada biz Kola yarımadasını tanımalıyıq. Deməli, materik daxili Ağdəniz və kənar Barents dənizləri ilə əhatə olunmuşdur. Deməli, sonra biz burada Spitsbergen bilməliyik ki, Norveçə, Frans Yosiflə şimal torpağı isə nəyə aiddir? Yoldaşlar, Rusiyanın ərazisinə aiddir. Deməli, daha sonra burada Murmansk və Arxangelsk limanlarını da tanımalıyıq ki, Murmansk əsasən Barents dənizinin sahillərində, Arxangelsk limanı isə Ağ dənizinin sahillərində yerləşir və şərqdən qərbdən şərqə Şimali Divina və Peçora çaylarında neynəməliyik? Rusiyada tanımalıyıq. Deməli, regionla böyük çay, ən uzun çayı olan Volqa çayını tanımalıyıq. 1515 kilometrdir Volqa çayı. Avropanın ən uzun çayıdır. Xəzər dənizinə tökülməkdədir. Xəzərin elə sahillərində Xəzəryanı ovalıqda Avropanın ən çökək hissəsi -27 metr Xəzər sahilləri yerləşməkdədir. Avropanın ən hündür nöqtəsi isə 5642 metr olmaqla Elbrus dağlarıdır ki, bu Elbrus dağları da Rusiya ərazisində Kabarda-Balqarın ərazisində neynəməkdədir? Yerləşməkdədir. Deməli, yoldaşlar, yadda saxlayaq Avropadan Estoniya yanar şistinə görə fərqlənir. Baltik dənizi isə dedik ki, kəhrabasına görə neynəməkdədir? Fərqlənməkdədir. Deməli, Avropa ilə bağlı güman eləyirəm ki, qaranlıq bir məlumat qalmadı. Əsasən Avropanın cənubi əraziləri dedik ki, subtropik iqlimin Aralıq dənizi iqlim tipindədir. Aralıq dənizi iqlim tipində yay ayları, quraq qış ayları yağıntılı keçməkdədir və burada əsasən subtropik meyvəçilik olan feyxuadı, limondu, portağaldı əsasən inkişaf eləmişdir. Deməli, burada Türkiyə, yenə Türkiyə deyirəm, Asiya ərazisidir. Məsələn, bu ərazilər fındığına, zeytununa, portağalına görə və sair fərqlənməkdədir. Əsasən, Orta Avropanın bir sıra əraziləri, o cümlədən Şərqi Avropa ərazisi mülayim kontinental iqlim tipində yerləşməkdədir və sahil boyu ərazilər isə mülayim dəniz iqlim tipində neynəməkdədir? Yerləşməkdədir və orada yadda saxlayacağıq ki, İslandiya tamamilə subarktik iqlim tipində və şimal mülayim işıqlanma qurşağındadır. Avropa ilə bağlı güman edirəm ki, şey qalmadı.
Yaxşı müəllim, 5 dəqiqə istirahət edək, davam edək Asiyadan Allahın izni. Hə, davam edirik müəllim. Deməli, indi başlayırıq Allahın izindən Asiyanı xırdalamağa. Deməli, bəli, buyurun, 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 buyurun. Yox, Xəzərin ortası ilə aşağıya düşən qırmızı xətt o hansısa səyyahın kəşf istiqamətidir. Səhv eləmirəmsə, Hacı Zeynalabdin Şirvaninin kəşf istiqamətini göstəriblər. Səyahət istiqaməti. Adam 40 il gəzib. Bəli. Deməli, Avropanı danışdıq, Avropanı yanına qoyduq. Düzdürmü? Deməli, 54 milyonun 10,5-i Avropanın ərazisidir, 43,5-i də Asiyanın ərazisinə düşür. Asiyanı mən təəssüf ki, tam yerləşdirə bilmirəm, amma siz bilirsiniz də Asiyanın böyüklüyünü. Deməli, Asiya qitəsi 4 yarımkürədə yerləşir. Bütövlükdə çox hissəsi şərqdə, az bir hissəsi isə biz deyəcəyik ki, yerləşir harda? Qərb yarımkürəsində. Çünki burada 180 dərəcəlik meridian kəsdiyi üçün Skot yarımadası bütövlükdə qalır harda? Qərb yarımkürəsində. Və adalarınsa biz deyəcəyik orada məsələn Kalimantan adasını, Sumatra adasını ekvator xətti kəsdiyi üçün həm şimal, həm cənub, həm şərq, həm qərb yarımkürələrində Asiya nə etməkdədir? Yerləşməkdədir. Deməli biz başlayacağıq Asiyanı nə etməyə, region öyrənməyə. Asiyanı əsasən bir neçə hissəyə bölürük ki, bunlardan Cənub-Qərbi Asiya regionudur, Cənubi Asiya regionudur. Sonra Cənub-Şərqi Asiyanı, Şərqi Asiyanı, Mərkəzi Asiya və bütövlükdə Rusiya ərazisi olan nə edəcəyik? Şimali Asiyanı öyrənəcəyik. Deməli, başlayırıq Cənub-Qərbi Asiya ərazisindən. Deməli, Cənub-Qərbi Asiya ərazisində biz ilk öncə nələri bilməliyik və nələrə diqqət eləməliyik yoldaşlar. Mən də onu sizə çatdıracağam. Deməli, mən də bir dənə qeydlərimi açım. Zəhmət olmasa. Hə. Deməli, danışmağa başlayacağıq. Biz sizinlə Türkiyə ərazisindən ilk öncə danışmağa başlayaq. Deməli, Cənub-Qərbi Asiya regionuna diqqət eləsək, biz əsasən bu regionun 2 dənə işıqlanma qurşağında olduğunu, şimal mülayim işıqlanma qurşağında və cənubda tropik işıqlanma qurşağına düşdüyünü görəcəyik. Deməli, bura əsasən geosinkronal qurşaq və platformalardan ibarətdir. Biz burada ilk öncə tanıyacağıq Kiçik Asiya yarımadasını. Kiçik Asiya yarımadası əsasən Asiyanın ucqar qərb nöqtəsi olan Bababurnuna ev sahibliyi eləyir ki, Bababurnu Türkiyə ərazisində şimal mülayim işıqlanma qurşağında və cod yarpaqlı kolluqlar zonasında nə etməkdədir? Yerləşməkdədir. Deməli, Kiçik Asiya yarımadası əsasən Alp-Himalay geosinkronal qurşağının bir hissəsidir, zəlzələ zonasına aiddir. Deməli, Qara dənizi, Mərmərə dəniz, Egey və Aralıq dənizləri ilə əhatə olunmuşdur. Kiçik Asiya yarımadası, Kiçik Asiya yarımadası hal-hazırda Türkiyə Cümhuriyyətinin ərazisində yerləşməkdədir. Deməli, Kiçik Asiya yarımadasının şimal hissəsinə diqqət eləsək, Qara dəniz sahilləri boyu yerləşən əsasən dağlar vardır ki, bu dağlara biz deyəcəyik Pont dağları. Deməli, Pont dağlarının digər adına əsasən diqqət eləsək, Pont dağlarına Anadolu Alpları və yaxud Qara dəniz dağları da deyə müraciət edirik. Pont dağlarının ən yüksək zirvəsi Kaçqar zirvəsidir. Hündürlüyü 3932 metrə bərabərdir Kaçqarın.
və Alp yaşlı dağlardır. Bu Pont dağları. Pont dağları Türkiyə və Gürcüstan ərazisində yerləşməkdədir. Yəni ki, ta ki Türkiyə ərazisinə, Gürcüstan ərazisinə kimi neynəməkdədir? Uzanmaqdadır. Deməli biz burada əsasən Türkiyənin cənub ərazisində Tavr dağlarını neynəməliyik yoldaşlar? Tavr dağlarını tanımalıyıq. Tavr dağlarının da ən yüksək zirvəsi Demir Kazıkdır. 3726 metrə bərabərdir Tavr dağlarının. Deməli, Tavr dağları da Türkiyənin cənub-qərb hissəsində burada Təkə yarımadası var. Təkə yarımadası Antalya və Fəthiyə körfəzləri ilə əhatə olunub ki, Antalya və Fəthiyə körfəzləri ilə əhatə olunub. O ərazilərdən əsasən neyniyir? Uzanıyaraq Tavr dağları Suriya-İraq sərhəddinə kimi də gedir və ən hündür zirvəsi də dedi ki, hansı zirvədir? Dəmir Kazık zirvəsidir. 3726 metrə bərabərdir. Deməli, burada Anadolu yaylası yerləşir. Pont və Tavr dağlarının arasında Anadolu yaylası yerləşir ki, bu Anadolu yaylasının da ən yüksək zirvəsi 3917 metr Ərciyə zirvəsidir və Türkiyə ərazisinin ən hündür zirvəsi isə Ağrı dağdır, 5165 metr. Ermənistanla Türkiyə sərhəddi ərazisində əsasən yerləşməkdədir. Deməli, biz Türkiyə ərazisini subtropik iqlim qurşağına aid eləyirik və subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipinə zodiaqbarlı həmişəyaşıl meşələr zonası, zodiaqbarlı meşə və kolluqlar zonasına daxildir yoldaşlar. Deməli və iqlimdə biz nələri bilməliyik? Əsasən dənizlərdən gələn rütubətli havanın qarşısını şimaldan məsələn Pont dağları kəsdiyi üçün Türkiyənin mərkəzində kontinental iqlim formalaşır ki, bu ərazilərdə sırf səhralar da mövcuddur. Deməli Türkiyədə səhralardır. Bəli, səhranın özü Türkiyədə nədir? Yoldaşlar, deyəcəyik ki, səhranın özü Türkiyə ərazisində var. Deməli, Türkiyə ərazisini əsasən çaylarından danışacaq olsaq, burada dedik ki, Qaradənizə Türkiyədən tökülən çaylardan Yaşılırmaqdır, Qızılırmaq çaylarını və s. tanımalıyıq. Daha sonra Türkiyə ərazisindən axan çaylardan biz Kür və Araz çayını bilirik. Türkiyə ərazisindən başlayır. Daxili axarı Hövzənin çaylarıdır. Xəzər dənizinə tökülür və Türkiyə ərazisindən başlayan digər tranzit çaylarda Dəclə və Fərat çaylarıdır və yaxud türklərin deyimi ilə desək Diclə və Fərhad çayları. Burada Fərat çayının üzərində Türkiyənin 2 dənə məşhur su anbarı Atatürk və Kebanı neynəməliyik? Yoldaşlar, tanımalıyıq. Türkiyə yeni sənaye ölkələrindəndir. Türkiyənin paytaxtı Ankara şəhəri və belə deyək, döyünən ürəyi İstanbul şəhəridir. Türkiyə ərazisinin 3% Avropada yerləşir və Avropada yerləşən bu ərazi Frakiya neynəməkdədir? Adlanmaqdadır. Deməli, burada Türkiyənin Asiya yakası ilə onların dilində desə, Avropa yaxasını birləşdirən 3 dənə məşhur tikili vardı ki, körpülər. Bunlardan biri 15 Temmuzdur, biri Sultan Selimdir. Digəri yadımdan çıxdı. 3 dənə məşhur körpüdür. Səhv eləmirəmsə Boğaz körpüsüdür, İstanbul körpüsü. Deməli, Türkiyəni faydalı qazıntılarına görə tanısaq, əsasən burada xromitlə Türkiyə zəngindir, xrom ehtiyatı ilə zəngindir. Daha sonra daş kömür ehtiyatı da Türkiyədə neyniyib? Türkiyədə yayılmışdır. Deməli, daş kömürü Türkiyədə Erikli və Zonguldaqdan da neyniyirlər? Çıxardırlar. Daha sonra nəyi deyə bilərik? Ağrı dağında mənşəyin bildiniz ki, Ağrı dağda sönmüş nədir? Sönmüş vulkandır. Daha sonra biz bu hissədən hərəkət eləsək, Qafqaz ərazisini əsasən nəzərdən keçirməliyik. Biz burada Qafqaz dağlarını tanımalıyıq. Qafqaz dağları 2 hissədən ibarətdir.
Böyük Qafqaz və Kiçik Qafqaz dağlarından. Böyük Qafqaz dağları əsasən Rusiya, Gürcüstan və Azərbaycan ərazilərində yerləşməkdədir. Xüsusən sərhəd rolu oynayır. Böyük Qafqazın ən yüksək zirvəsi 5642 metr olan Elbrus sönmüş vulkanıdır. Rusiya, Kabardağ-Balqarın ərazisində yerləşir. Burada sönmüş Kazbek vulkanını da tanımalıyıq ki, Rusiya və Gürcüstan sərhədində neynəməkdədir? Yerləşməkdədir. Qafqazın ən böyük mağarasını tanımalıyıq. Gürcüstan ərazisində yerləşən Yeni Afon mağarasıdır. Amerikadakı Postoyun və Amerikadakı Mammoth Fleet, Avropada, Sloveniyada Postoyun mağaralarını da tanımalıyıq. Mağaralar karst proseslərinin nəticəsində yaranır. Karst prosesləri yeraltı suların fəaliyyətidir. Yeraltı suların fəaliyyəti nəticəsində, dağıdıcı fəaliyyəti nəticəsində yoldaşlar biz deyirik ki, karst qıfları və karst mağaraları neynəməkdədir? Yaranmaqdadır. Sual verə bilərsiniz ki, yaxşı müəllim, yeraltı suların yaradıcı fəaliyyətdə var. Bəli, vardır. Bu da travertin ehtiyatlarının neynənməsidir? Yaranmasıdır. Deməli, Gürcüstan ərazisində Yeni Afon mağarasını da tanıdıqdan sonra yoldaşlar, biz Gürcüstan ərazisində Kolxida ovalığını da bilməliyik. Gürcülərin ən böyük çayı olan Riori çayı bu Kolxida ovalığını yaratmaqdadır. Kolxida ovalığı da geosinkronal ərazidə yerləşən nədir? Ovalıqdır. Riori çayı, bunu da belə yadda saxlayın. Gürcüstan dəniz sahili mövqeyə malikdir. Qara dənizin sahilində yerləşir. Paytaxtı nədir? Paytaxtı Tbilisi şəhəridir. Deməli, buradan danışdıqdan sonra, daha sonra yoldaşlar, mən deməli, bir dəqiqə çox üzr istəyirəm. Sonra deməli, daha sonra yoldaşlar, mən sizinlə haqqında danışmaq istəyirəm. Daha sonra Kiçik Qafqazın ən yüksək zirvəsini deyinmək istəyirəm ki, bu əsasən dünya xarici mənbələrdə Ermənistan ərazisində yerləşən bir dağ var, o götürülür. Amma Azərbaycan mənbələrində isə biz bunu Qapıcıq kimi götürürük. Qapıcıq yerləşir Naxçıvan Respublikası Ordubad rayonunda. Qapıcıq zirvəsi Əngəl silsiləsinin ən yüksək zirvəsi 3904 metrdir. Deməli, biz burada tanımalıyıq Talış dağları. Talış dağları 3 əsas silsilə, şimaldan cənuba səfər Brovar, Peştəsər və Talışdan ibarətdir. Deməli, Brovarla Peştəsər ölkə daxilindədir. Talış İran sərhədi ilə yerləşir. Talışın 2 dənə zirvəsi var, Qızyurdu və Gömürgü. Gömürgü ən yüksək zirvəsi 2493, Qızyurdu isə 2433 metrdir. Hər ikisi Lerik rayonunun ərazisində neynəməkdədir? Yerləşməkdədir. Sonra mən biraz sizlə cənuba düşsəm, burada Ərəbistan yarımadası haqqında danışmaq istəyirəm. Deməli, Ərəbistan yarımadası qədim platformadır, Kembriyə qədərki dövrdə yaranıb. Ərəbistan yarımadası dünyanın ən böyük yarımadasıdır. Ərəbistan yarımadası yoldaşlar, deməli, Gondwana qurusunun üzvü bir tərkibi olmuşdur. Ərəbistan yarımadasının Mezozoydan sonraki dövrlərdə Mezozoyun axırı, Kaynozoyun əvvəli belə götürülür. Avrasiya litosfer tavası ilə toqquşması nəticəsində bu ərazilər, yəni Qafqaz dağları, İran ərazisi qalxmaya məruz qalmışdır. Deməli, Ərəbistan ərazisi yüksəklik və enmələrdən ibarətdir. Ərəbistanın əsasən biz cənub-qərb hissəsini diqqət eləsək, qalxma ərazilərdən ibarətdir. Burada Ölü dənizdə yerləşir ki, İordaniya ilə səhv eləmirəmsə İsrailin sərhədində -405, -430 metrdə göstərilir mənbələrdə. Asiyanın ən alçaq nöqtəsidir. Daha sonra Ərəbistan platformasının əyilmə zonasında biz Mesopotamiya ovalığını tanımalıyıq. Deməli, Mesopotamiya ovalığının çox hissəsi müasir dövrdə yerləşir İraq ərazisində və Mesopotamiya bilməliyik ki, platforma ərazidir. Dəclə Fərat çaylarının gətirdiyi allüvial çöküntülər əsasında yaranmışdır. Dəclə Fərat çayı Bağdad şəhəri ilə Bəsrə şəhərinin arasında bir ərazidə
birləşərək Şəddülərə çayını əmələ gətirirlər və İran körfəzinə neynəməkdədirlər? Tökülməlidirlər. Mesopotamiya əsasən çökmə faydalı qazıntılarda, xüsusən də neft ehtiyatı ilə ümumiyyətlə İran körfəzi sahilləri zəngindir. Deməli, Ərəbistan yarımadası iki işıqlanma qurşağında yerləşir. Şimal mülayim və tropik işıqlanma qurşağında yerləşir. Əsasən burada quru tropik iqlim nə etməkdədir? Quru tropik iqlim hakim olmaqdadır. Deməli, Dəzlə, Fərat çaylarını da burada neynədik? Bildik, Ölü dənizi bildik. Biz burada Ermənistan ərazisində Göyçə gölünü, Türkiyə ərazisində Van gölünü, İran ərazisində Cənubi Azərbaycanda Urmiya gölünü tanımalıyıq. Urmiya gölü təəssüf ki, son dövrlərdə neynəməkdədir? Yoldaşlar, qurumaqdadır. Deməli, Xəzər dənizini tanımalıyıq. Xəzər dənizi 325 min kvadrat kilometrdir. Səhv eləmirəmsə ərazisi, ən dərin yeri cənubunda -25 1025 metr dərinlikdə Lənkəran çökəkliyidir. Deməli, Xəzərin səviyyəsi okean səviyyəsinə -27 metr aşağıdadır. Xəzər əsasən Tetis okeanının qalığı olmuşdur və Tetis okeanının qalığı deyə biz deyəcəyik ki, Xəzər həm okean sularının xüsusiyyətinə nədir? Malikdir. Deməli, Xəzərin ərazisində yerləşən dövlətləri saat istiqamətində saysaq Azərbaycandan başlayaraq Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran bu dənizin sahillərində yerləşməkdədir və Xəzər dənizinin sektor mübahisələri artıq həll olunmuşdur. Deməli, daha sonra Xəzərin suyunun 80%-ni bilirsiniz ki, Volqa çayı neynəməkdədir? Verməkdədir. Volqanın da böyük qolları vardır ki, Oğa və Kama nəyləridir? Volqanın qollarıdır. Deməli, sonra siz burada tanımalısınız, yoldaşlar, keçirəm İran ərazisinə. İranda siz tanımalısınız Zagros dağlarını. Zagros dağları İraqın və İranın sərhədində yerləşməkdədir. Zagros dağlarının ən yüksək zirvəsi Zərdux zirvəsidir. Zərdux da bəzən Zərdux kimi də qeyd olunmaqdadır. 4548 metrdir Zərduxun hündürlüyü. Deməli, Ərəbistan ərazisində dedik ki, Əl-Xali səhrasını da tanıyacaqsınız. Nəfud səhrasını, böyük Nəfud, kiçik Nəfudları. İran ərazisində Zagros dağları tanıyandan sonra İran yaylasını tanımalısınız. Deməli, burada yerləşən sönmüş vulkanlar vardır ki, məsələn, Savalandır, Səhənddir, Dəmavənddir. İranın ən yüksək nöqtəsi 5604 metr olan Dəmavənd vulkanıdır. İranın ən yüksək zirvəsidir. İran ərazisində dəşti, Lut dəşti, Kəbir səhralarını tanımalısınız. İranın da bir hissəsi quru tropik iqlimə neynəməkdir? Düşməlidir. Deməli, sonra İran daha sonra İranla siz burada yoldaşlar Türkmənistan ərazisində Kopet dağ silsiləsini tanımalısınız. Kopet dağın da ən yüksək zirvəsi Quçandır. Deməli, Kopet dağın da dedik ki, nədir? Ən yüksək zirvəsi Quçan zirvəsi oldu və 3191 metrdir Quçanın hündürlüyü. Və yoldaşlar, Türkmənistanın siyasi mərkəzi paytaxtı Aşqabad şəhəri də burada yerləşir və kifayət qədər zəlzələ olan paytaxt şəhərlərindən biridir. Deməli, siz burada İran körfəzini tanımalısınız və İran körfəzi ilə Oman körfəzini birləşdirən İran yaylası ilə, yəni Asiya ilə Ərəbistanı ayıran Hörmüz boğazını, daha sonra Qırmızı dənizlə Ədən körfəzini birləşdirən Bab-əl-Məndab boğazı, Ərəbistanla Hindistanı ayıran Bab-əl-Məndab boğazını tanımalısınız və Ərəbistan litosfer havası ildə səhv eləmirəmsə Ərəbistan litosfer havası daha sürətli hərəkət elədiyi üçün Qırmızı dənizin ərazisi getdikcə neynənməkdədir? Böyüməkdədir yoldaşlar. Qırmızı dənizdə duzluluğu ən çox olan təbii ki, bilirsiniz dənizdir. Sonra Kopet dağı tanıdıqdan sonra siz deməli burada diqqət eləsək Mərkəzi Asiyanı tanımalısınız. Deməli, Mərkəzi Asiyada əsasən
quru iqlim, kontinental iqlim yaranıb meydana gəlməkdədir. Burada Aral gölünün, Aral dənizini tanımalısınız. Tetis okeanının qalığıdır. Aral dənizi Qazaxıstan və Özbəkistan sərhədində yerləşməkdədir. Deməli, Aral dənizinə Tian-Şan dağlarından başlayan Sırdərya çayı Qazaxıstan ərazisindən və Pamir dağlarından da başlayan yoldaşlar Amur Dərya çayı Özbəkistan ərazisindən tökülməkdədir və əsasən bu ərazidə xüsusən də Özbəkistan pambıq əkinləri ilə geniş şəkildə məşğul olduğu üçün bu çaylardan kanal çəkilmiş və çayların suyundan pambıq əkinlərinin suvarılmasında istifadə edilmişdir. Çaylar öz sularını Aral dənizinə çatdıra bilmirlər deyə yavaş-yavaş bu ərazi nəyə bu göl qurumaya məruz qalmışdır və sahəsi getdikcə təəssüf ki, azalmaqdadır. Deməli, burada Turan ovalığını tanımalısınız. Cavan platformadır. Avropa ərazisində, Rusiyada Ön Qafqaz cavan platformasını və Qərbi Sibir cavan platformalarını tanımalısınız. Bilirsiniz ki, onlar da Hertsində əsasən meydana gəlmişdir. Amudərya və Sırdərya çaylarını tanıdınız. Deməli, daha sonra burada siz yoldaşlar deməli nəyləri tanımalısınız? Mən də onları sizə deyim. Deməli, sonra orada biz tanımalıyıq yoldaşlar nələri? Deməli, Pamir dağlarını tanımalıyıq. Pamir dağlarının 2 dənə zirvəsi var. 7719 metr bu Konqur zirvəsi ki, Çin ərazisində Sinsizian Uyğur Muxtar Türk Respublikasının ərazisində yerləşir. Və İsmail Samoni pikini tanımalısınız. 7495 metr İsmail Samoni piki Qırğızistan bəli, Qırğızistan Tacikistan ərazisində yerləşir. İsmail Samoni piki və daha sonra siz burada Qaraqorun dağlarını tanımalısınız. Qaraqorun dağlarının ən hündür zirvəsi Coqori dağıdır. 3611 metrdir K2 zirvəsi və Türk dünyasının ən hündür zirvəsidir. Sinsizian Uyğur Muxtar Respublikasının ərazisində neynəməkdədir? Yerləşir. Deməli, siz burada yoldaşlar Himalay dağlarını tanımalısınız. Ən hündür zirvəsi Comolungma Everestdir. 8848 metr yerləşir. Səhv eləmirəmsə, Nepal və Çinin sərhədlərinə düşür və oranı kəşf edən, tədqiq edən Avropalı alimin adı ilə Everest adlandırılmaqdadır. Deməli, siz Cənubi Asiyada Hindistan yarımadasını tanımalısınız. Burada Hind çayı ilə Qanq çayını və Brahmaputra çaylarını tanımalısınız. Deməli, Hind və Qanq ovalığını formalaşdırırlar bu çaylar. Musson rejimli çaylardır və bu ərazilər əsasən subekvatorial zonaya düşsələr də musson iqlim tipi burada geniş yayılmışdır. Yay ayları bol yağıntılıdır. Hindistan yarımadasını Ərəbistan dənizi və Benqal körfəzi əhatə eləməkdədir. Deməli, Hindistan yarımadasında biz platformanın qalxan hissəsi olan Dekan yaylasını nə edə bilərik? Dekan yaylasını görə bilərik. Hindistan yarımadası da bilirsiniz, qədim tarixi dövr ərzində Gondwana kursunun üzvü olmuşdur. Sonradan Tosyer havalarının hərəkəti nəticəsində Avrasiya birləşmişdir. Siz burada Şri-Lanka və Seylon digər adıyla Seylon adasını tanımalısınız. Onu Hindistan yarımadasından yoldaşlar Polk boğazı nə etməkdədir? Polk boğazı ayırmaqdadır. Deməli, və burada Hind və Qanqın, üzr istəyirəm, Qanq və Brahmaputranın yaratdığı deltanı tanımalısınız. Dünyanın ən böyük deltasıdır. Benqal körfəzinə tökülür və əsasən ərazisi 80.000 kvadrat kilometrdən artıqdır. Deməli, bu ərazini tanıdıqdan sonra siz yoldaşlar deməli, burada Altay, Sayan və Tian-Şan dağlarını nə etməlisiniz? Tanımalısınız. Tian-Şan dağlarının ən yüksək zirvəsi Qələbə pişidir.
7439 metrdir əsasən və Altay Sənt Tian-Şan dağları qırışıq faylı dağlardır. Sonradan qalxmaya məruz qalmış dağlardır. Deməli, burada Kunlun dağlarını tanımalısınız. Kunlun dağlarının ən yüksək zirvəsi 6973 metrdir ki, deməli, onların da arasında Tarim Təkləməkan səhrası yerləşir, yoldaşlar. Sonra deməli, Altay və Sayan dağlarını tanımalısınız. Altay dağları əsasən Monqolistan, Rusiya, Qazaxıstan arasında yerləşir. Ən yüksək zirvəsi Beluxa 4506 metrdir. Sayan dağları da Rusiya ərazisində 3491 metrdir. Sayan dağlarının da ən yüksək zirvəsi Munku Sattıqdır. Deməli, Kaledon Hertsindir. Əsasən Sayan dağlarında şərqi Baykal dağ əmələ gəlməsinə aiddir. Deməli, burada biz Asiyada Baykal dağ əmələ gəlməsində hansı əraziləri tanımalıyıq? Piri-Baykalye və Zay-Baykalye dağlarını tanımalıyıq. Yəni, ön Baykal və arxa Baykal. Sayan dağlarının şərqini, Patom yaylasını və Yenisey yüksəkliyini də neynəməliyik, tanımalıyıq. Deməli, bu əraziləri də bildikdən sonra siz burada Ob və Yenisey çaylarını neynəməlisiniz, tanımalısınız. Ob və Yenisey çayı dünyada öz qubalarına görə birincidirlər. Ob qubası və Yenisey qubasını əmələ gətiriblər. Deməli, Ob çayı və Yenisey çayının gətirdiyi alluvial çöküntülərin hesabına, yoldaşlar, Qərbi Sibir ovalığı formalaşmışdır. Burada Ob çayı Altay dağlarından başlayır. Yenisey çayı isə Sayan dağlarından öz başlanğıcını götürür. Yeniseyin Anqara qolu isə Baykal gölündən başlayır. Deməli, əsasən Karadəniz ərazisinə tökülürlər. Burada siz Rusiyaya aid Yamal, Qıdan, Taymır yarımadalarını neynəməlisiniz, tanımalısınız və adalardan Şimal torpağı, Novosibir və Anju adalarında, Vrangel adasında tanımalısınız. Bunlar əsasən Rusiyaya aiddirlər. Daha sonra siz burada yoldaşlar Taymır yarımadasında yerləşən buzlaq mənşəli Taymır gölünü də neynəməlisiniz, tanımalısınız. Məsələ Yamal, Qıdan, Taymır və ümumiyyətlə bu yarımadalar qütb işıqlanma qurşağında yerləşirlər və Arktik səhra burada əsasən hökm sürməkdədir. Deməli, Ob çayı ilə Yenisey çayı əsasən qış aylarında donduğu üçün bu çaylardan magistral yol məqsədi ilə də neynəyirlər, istifadə eləyirlər. Deməli, burada Taymır yarımadasında yerləşən Asiya və Avrasiyanın ən ucqar nöqtəsi Çelyuskun burnunu da neynəməlisiniz, tanımalısınız. Sonra Lena çayını, Indigerka çayını, bu çayları tanımalısınız, yoldaşlar. Sonra Verxoyansk, Çerski silsilələri bilməlisiniz ki, Çerski silsiləsinin ən yüksək zirvəsi Pobedadır, 3000-dən artıqdır. Çerski Verxoyanskdan daha hündürdür. Deməli, burada siz Sxotalin dağlarını, Stanovoy silsiləsini və Kunlunu tanımalısınız ki, bunlar əsasən Kimmeri dağ əmələ gəlməsinə aiddirlər. Daha sonra Asiyada Kimmeri dağ əmələ gəlməsinə aid digər əraziləri biz desək, burada Novosibirdir, Anjudur, Vrangel adalarıdır, Çukot yarımadası tam, Malakka yarımadası tam, Kolima və Indigerka çaylarının və Anadır çayının əsasən hövzələri, daha da dərinləşdirsək, Amur çayının, Rusiya ilə Çin arasında sərhəd olan Amur çayının mənsəbi, Kalimantan adası, Haynan adası bütövlükdə, Taymır yarımadasının mərkəzi və Lena çayının mənsəbi Kimmeri dağ əmələ gəlməsinə nədir? Kimmeri dağ əmələ gəlməsinə aiddir, yoldaşlar. Sonra siz burada əsasən tanımalısınız Rusiya məxsus olan Çukot yarımadası iki işıqlanma qurşağında yerləşir. Qütb dairəsi kəsir Şimal qütb və Şimal mülayim işıqlanma qurşağında və oranın sahillərinin iki okeanın suları, Şimal Buzlu okeanından Çukot dənizi və Sakit okeanından Bering dənizinin suları neynəməkdədir? Yumalıdır. Siz burada Kamçatka yarımadasını neynəməlisiniz? Kamçatka yarımadasını tanımalısınız, yoldaşlar. Kamçatka yarımadasında Kulyuçko sopkası vardır ki, deməli Kulyuçko sopkasının da zirvəsi, ən hündür zirvəsi səhv eləməmsə 4688 metrdir ki,
Ümumiyyətlə Avrasiyanın hündür fəaliyyətdə olan vulkanıdır. Kulyuskosovka Saç Tökənoğlu qövsünün bir qismini özündə Saç Tökənoğlu qövsünə aiddir. Sonra deməli, siz yoldaşlar, burada Saxalin adasını tanımalısınız. Qədim tarixi dövr ərzində vulkanik mənşəli adadır. Saxalin adası qədim tarixi dövr ərzində Yaponiyaya aid olsa da, hal-hazırda Rusiya ərazisidir və Yaponiya ilə arasında nisbətən ona görə mübahisə var. Burada Kuril Kamçatka adalarını tanımalısınız. Rusiya məxsus adalardır. Deməli, ay qövsvarı adalardır, vulkanik mənşəli nələrdir, yoldaşlar? Adalardır. Sonra siz burada bilməlisiniz ki, Saxalin adasını Asiyadan Tatar boğazı ayırır, Yapon adalarından Lapyuruz boğazı, Kuril Kamçatkanı isə Yapon adalarından ayıran Kunaşir boğazıdır. Deməli, Yapon adaları, 4 böyük Yapon adasını burada tanımalısınız. Burada əsasən şimaldan cənuba Hokkaido, ən böyük adası Honshu, sonra Şikoku və Kyushu adalarını tanımalısınız. Deməli, Yaponiyanın paytaxtı məhz Tokyoda burada yerləşir. Saç Tökənoğlu qövsünə aiddir bu ərazilər. Deməli, Yaponiyanın ən hündür zirvəsi olan Fudziyamada Honshu adasında yerləşir. 3776 metrdir. Həm Yaponiyanın ən böyük zirvəsidir, həm də ki, Yaponlar üçün müqəddəsdir. Sonra burada siz Aso vulkanını tanımalısınız. Kyushu adasında yerləşir. Onu Koreya yarımadası ilə Koreya boğazı ayırır. Koreya yarımadası Çin-Koreya platformasının bir hissəsidir. Platforma ərazidir. Koreya yarımadası əsasən Yapon və Sarı dənizləri ilə əhatə olunub. Burada məşhur iki dövlət olan Şimali Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreyanı tanımalısınız. Şimali Koreya 5 sosialist dövlətdən biridir. Paytaxtı Pxenyan şəhəridir. Cənubi Koreyanın paytaxtı isə Seul şəhəri və yüksək inkişaf etmiş dövlətdir. Sonra siz burada Sarı dənizi tanımalısınız. Sarı dənizi əsasən Xuanxe və Yansızı çayları tökülməkdədir. Xuanxe və Yansızı çayları ilə bir dövlətin Çinin ərazisindən axırlar və onların gətirdiyi allüvial çöküntülər hesabına böyük Çin düzənliyi formalaşmışdır. Deməli, Xuanxe çayı burada Gilli Lios səhrasından keçdiyi üçün suyunun sarı rəngi sarıdır, elə Xuanxe də Çin dilində sarı mənasını verir və gətirib töküldüyü axıntılara görə Sarı dənizində adlanma səbəbi budur. Yansızı çayının üzərində ən böyük su anbarı olan 3 dərə su anbarı tikilmişdir. Bunu da yadda saxlayırsınız. Deməli, Tibet yaylasından nə etməkdədir yoldaşlar? Kunlunla Himalay dağları arasında yerləşən Tibet yaylasından başlamaqdadır. Deməli, Xuanxe çayı əsasən deltadır. Yansız çayı isə Amazon çayı kimi həm delta, həm estuari mənsəbli nədir? Mənsəbli yoldaşlar çaydır. Deməli, burada siz Tayvan və Hainan adalarını tanımalısınız. Hər ikisi Çinə aiddir və Hainan adası Kimmer yaşlı olsa da Tayvan adası Alp yaşılıdır. Tayvanı Çindən, Asiyadan Tayvan boğazı ilə ayırmaqdadır yoldaşlar. Sonra siz burada Ryukyu adasını tanımalısınız. Yaponiya məxsus adalardır, qövsvarı vulkanik adalardır. Ryukyu adalarının da digər adı yoldaşlar Nansei adalarıdır. Sonra siz Cənub-Qərbi Asiya diqqət elədikdə əsasən deməli, bu ərazilərdə biz deyəcəyik ki, Mekong ovalığını, Karat yaylasını tanımalısınız. Hind-Çində yerləşir əsasən bu ərazilər. Həm də burada Arakan və Şan dağlarını da siz nə etməlisiniz? Tanımalısınız. Deməli, Hind-Çin yarımadası əsasən burada Malakka və Hind-Çin yarımadası sahilləri Kökən suları ilə nə etməkdədir? Yoldaşlar əsasən yuyulmaqdadır. Deməli, burada siz Andaman adalarını tanımalısınız. Hindistana aid adalardır. Cənubi Çin dənizini tanımalısınız. Materik kənarı adalardır. Burada Siam körfəzini tanımalısınız. Deməli, daha sonra yoldaşlar
və burada yadda saxlamalısınız ki, Myanmadan başqa bütün dövlətlər hamısı tropik işıqlanma qurşağındadır. Bir dənə Myanmanı tropik xətti kəsir deyə həm şimal mülayim, həm də tropik işıqlanma qurşağında yerləşir. Əsasən musson rejimli iqlim tipidir bu ölkələrdə. Bunlardan bir dənə Laosun okeana çıxışı yoxdur. Burada yerləşən Mekongdi, Saolindi, İravadi çaylarıdır. Əsasən musson rejimli çaylardır. Yay aylarında bol sulu olurlar ən çox. Deməli burada Mekongun bir dənə mənsəbi Sakit Okeanın Cənubi Çin dənizinə, Saolinlə İravadi çayları isə Andaman dənizinə tökülməkdədir. Andaman dənizi də kənar dənizdir. Deməli burada Vyetnam və əsasən səhv eləmirəmsə Laos idi. Sosialist dövlət idilər. Sonra yoldaşlar siz burada Filippin adalarını tanımalısınız. Filippin dənizi Filippin əsasən tavasının üzərində yerləşir və Sakit Okeanla Filippin tavasının toqquşması nəticəsində Marian adaları və Marian Novu yaranır ki, dünyanın ən çökək yeri 11.022 metrdir. Deməli, Filippinlə Avrasiya Litosfer tavasının toqquşma zonasında adalar meydana gəlmişdir ki, Filippin adaları ilə Filippin Novu. Filippin 2 dənə böyük adadan ibarətdir, Luzon və Mindanao adası. Filippinin paytaxtı Manila şəhəridir və Luzon adasında yerləşir. Deməli, yoldaşlar, burada Luzon adasında yerləşən Pinatubo vulkanını və Mindanao adasında yerləşən Aso vulkanını neyləməlisiniz? Tanımalısınız. Sonra Malayziya ərazisində, əsasən Indoneziya ərazisində yerləşən İndoneziyanı tanımalısınız. İndoneziyanın paytaxtı Cakarta şəhəridir və İndoneziya dünyada 200 milyondan artıq ən çox müsəlmanın yaşadığı nədir? Dövlətdir və burada Sumatra, Kalimantan, Yava adalarını tanımalısınız. Deməli, Kalimantan adası əsasən 3 dövlətin tərkibindədir. İndoneziya, Malayziya və Bruney Sultanlığı. Bruney Sultanlığının paytaxtını bilməlisiniz. Bəndər Sari Bərqavandır. Neftin hesabına sultanlıqdır. Dünyada Küveytdən sonra ən varlı ölkədir Bruney Sultanlığı. Cənubi Çin dənizinin sahillərində yerləşməkdədir. Sonra deməli Sumatra adasında yoldaşlar Sumatra adasında əsasən biz deyəcəyik ki, bu zonanın adalarında ən çox vulkana rast gəlmək mümkündür. Kalimantan adasında dediyi digər adı Borneo adasıdır. Deməli, daha sonra burada biz Sulu, Sulawesi dənizlərini tanımalıyıq ki, adalararası dənizdir. Filippin də adalararası dənizdir. Sumatra əsasən İndoneziya məxsusdur. Burada adada Sinqapur dövləti yerləşir ki, yüksək inkişaf eləmiş dövlətdir. Məsələn, Asiyanın və Avrasiyanın cənubi ucqar nöqtəsi Piyay burnu burada Malakka yarımadasında yerləşir. Tropik işıqlanma qurşağına, ekvatorial iqlim qurşağına düşür. Burada ekvatorial və subekvatorial iqlim qurşaqları əsasən yayılmışdır. Sonra güman edirəm ki, dərinə kimi deyə bildim, xırdalaya bildim.